həqiqətən elə bir dövr gəlib çatıb ki, münasibətləri artıq o türklər demiş bilim adamlarının araşdırma mərkəzinə çeviriblər. Nəyi necə deyəcəm, nəyi necə danışacağım, nə vaxt soyuq duş texnikası eləyəcəm, nə vaxt storiesinə baxacağam, nə vaxt salam yazacağım, nə vaxt mesajına cavab verəcəm, nə vaxt hədiyyə alacağam və s. deyə o qədər qayda qanunlar çıxarıblar ki, artıq ay ghosting idi, ay nə bilim shreking idi, ay nə bilim soyuq duş texnikası idi və s. O qədər çox analizlər eləyirlər ki, bu münasibətlər üzərindən sanki bir research centerə çevrilib artıq. Münasibətə daxil olan insanlarda artıq bilmirlər ki, bir research centerə daxil olurlar, araşdırma mərkəzinə, yoxsa həyatlarını qurmaq, xoşbəxt olmaq üçün insani bir kontakta mı girirlər? İnsanlar bilmir artıq bunu və əlbəttə ki, artıq münasibətlər yorucu olmağa başlayıb. Yəni düşünün, əvvəllər necə idi? Bir qızın bir bəydə xoş gəlirdisə, ona yazırdı, ya söhbət başlayırdı bu qədər, ya da bir bəyin bir qızdan xoş gəlirdisə, yazırdı, söhbət başlayırdı bu qədər. Hər kəs açıq idi, hər kəs özü kimi idi. Artıq bizə elə bil ki, özümüz kimi olmağa da icazə vermirlər. Sanki özümüz kimi olmaq nəsə şuluq bir şeymiş kimi, pis bir şeymiş kimi, özgüvənsizliymiş kimi, sanki öz duyğularımızı ifadə etmək çox bizi aşağı eləyəcəkmiş kimi. Davamlı hamı manipulasiyalar öyrədir. Davamlı hamı çöldən necə davranmanız gərəkdiyini göstərir. Ay görüşə bunu giyin, ay dırnağını belə elə, ay saçını belə elə, ay belə danış, belə bosla, tez cavab vermə, get cavab ver, gecə yazışma, ay onu eləmə, bunu eləmə. Əslində isə sevgi budurmu? Ümumiyyətlə rəfiqələrimizlə məsələn qızlar münasibətdə belə düşünürmü? Ya da kişilər dostlarıyla, can bıraklarıyla söhbət eləyərkən belə fikirlərə gəlirmi? Yəni bu qədər yorulurmu? Əlbəttə bu qədər yorulacaqsansa, sən nəyi necə edəcəyini düşünəcəksənsə, sən münasibət sənin üçün işgəncədir. Yəni ona görə girmək istəmirsən münasibətə. Çünki qarşı tərəf taktika qurur, sən taktika qurursan. Yəni bu heç iş dünyasında belə sən bu qədər manipulyasiya və taktikalar qurmursan, inanmıram. Bu qədər yorucu deyil iş dünyası belə. Ona görə də bu niyə belə olub? Son zamanlarda mən düşünəndə ki, niyə insanlar belə olub? Səbəbi sadəcə təkdir ki, insanlar ümumiyyətlə özgüvənsizləşiblər, qorxurlar rədd edilməkdə, nəsə pis bir şeylə qarşılaşmaqda münasibətlərdə o qədər incinib ki, belə bəşəriyyət sanki münasibət mövzusunda, kişi-qadın münasibətləri mövzusunda incinməmək üçün zireh geyinməyə başlayıb da hər kəs. Amma artıq düşünürəm ki, bunu dəyişmək olar. Yəni ürəyimizi açmaq olar artıq. Bu qədər yorucu olmamalıdır bu. Ona görə də aşağıda sizlərə ödənişsiz bir praktika qoymuşam. Yeni bir praktikadır. O praktika ilə başlayın, ardında gedin, çox qəşəng olacaq hər şey.